Əziz və dəyərli müştərilərimiz, bildiyiniz kimi biz qızıl sferasında yeni bir layihəyə start vermişik. Yəni həqiqətən də bu qızıl sferası üçün bir yenilikdir. Yəni qızılların kreditlə satışı və bununla bağlı bizim çoxlu paylaşımlarımız oldu, çoxlu reklamımız oldu və cəmiyyət tərəfindən ümumiyyətlə istər bazarda olsun, istər sosial şəbəkədə olsun, bu birmənalı qarşılanmadı. Kreditin tərəfdarı olanlar da oldu, kreditdə onlara sərf etmədiyi üçün tənqidi reaksiyalar verənlər də oldu. Hansı ki, bu yorumlarda və yaxud da bazarda müştərilərin üzünə baxanda və yaxud da yorumları oxuyanda hiss olunur ki, müştəri narazılıq edir. Hansı ki, o tip müştərilər mən necə qəbul edirəm? O tip müştərilər qızılı yerində alıb pula çevirmək istəyən müştərilərdir. Hansı ki, bizim təklifimiz onlar üçün keçərli deyil. Bizim təklifimiz sırf qızılın dəyərini bilən, qızılın gələcəkdəki faydalarını indidən başa düşən müştərilərimiz üçün keçərlidir. Ümumiyyətlə qızıl satışının çox müsbət tərəfləri var. Hansı ki, gələcəyə ən ağıllı yatırımlardan biri bir daşınmaz əmlaka qoyulan yatırımdır. Hansı ki, yəni 5 mindən, 3 mindən əmələ gəlmir. Yəni müəyyən qədər vəsaitçisi olmalıdır. Bir də təbii ki, qızıla. Nəyə görə? Çünki qızıla pul qoyursunuz, günü-gündən dəyəri qalxır. Bu günləri aldığınız, deyək ki, 750 alırsınız, qram 150 manatdan, bir aydan, 2 aydan sonra zaten onun satış qiyməti, yəni aparıb satsanız 150 manatdan satarsınız, pul itirmirsiniz. Biraz da saxlarsanız, təbii ki, onun daha yuxarı qiymətə. Bizim təklifimiz həqiqətən də, yəni, necə başlayalım mən sizi, sırf yatırım etmək istəyən müştərilər üçün keçərlidir. Bugünkü gündə heç bir lombardda lom qiymətə belə qiymətləndirmə olmazkən biz bu təklif o qədər belə üzərinə o qədər mükəmməl işləmişik ki, lom qiymətdən də yuxarı qiymətləndirmə eləyərək qızılın sizin üçün də, bizim üçün də həqiqətən dəyərli olduğunu sizlərə çatdırırıq. Yəni belə deyək, biz satırıq malı deyək ki 125 manatdan 585-i və bir kampaniya başlatmışıq, cəmi 15% ilkin ödəniş alırıq. Hansı ki 15% ilkin ödəniş alanda lombardda qızılın qiymətləndirməsi 105-110 aralığında olur. Hansı ki siz o qızılı digər lombardlara aparsanız maksimum qiymətləndirmə 90 manat olacaq. Biz bu addımla sizə həqiqətən də qızılın dəyərli olduğunu bildiririk. O riski, o məsuliyyəti öz üzərimizə götürürük. Bu 15% ilkin ödənişlə kreditləşdirmə prosesi inşallah mayın axırına qədər davam edəcək. Bizim təbliğimiz, kreditlə satış təbliğimiz inşallah davam edəcək. Çünki biz düz yolda olduğumuzu fikirləşirik.